Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ve sellem. Esselamu aleyküm ve rahmetullah. Əziz və cəlil olan Allah Qur'an-ı Kərimdə bir ayədə tələsin, bir başqa ayədə isə yarışın buyurmaqla müsəlmanları salih əməllər görməyə təşviq edir. Zaten müsəlmanların, möminlərin, inananların ahirətdəki sərmayəsi bu salih əməllərdir. Və Peyğəmbərimiz əleyhissalama həm canlarını, həm bədənlərini, həm mallarını təslim edən o mübarək sahabe-i güzin topluluğu, cəmaatı Allahın bu əmirlərinə, Peyğəmbərimiz əleyhissalatu vesselamın bu tapşırıqlarına sünnət saniyə can könüllə təslim olduqlarından onların həyatlarını izlədikcə görürsən ki, nə qədər canfəda bir xidmət içində olublar və bunu necə ciddiyə qəbul ediblər. Məsəl üçün, hədis şərifdə buyurulur ki, bir günləri Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sübh namazında üzünü sahabələrinə çevirir və soruşur ki, həl minkum əhədun əsbəhə saimən. Sizin içinizdə oruclu olaraq sabahlayan varmı? Yəni sabahın bu vaxtında səhər duranda bizdə nə var nə yox sualı ki var. Dünyada heç bir xalqda yoxdur da bu nə var nə yox. Sağlıq, salamatçılıq. Və ərəblərdə də məsəl üçün keyfu əsbəhdə səhərə necə çıxmısan deyə soruşurlar. Peyğəmbər də soruşur ki, sahabələrinə bu günləri İşinizdə səhərə oruclu olaraq çıxan varmı? Həzrəti Ömər, Allah ondan razı olsun, Peyğəmbərimiz əleyhissalam buyurur ki, Ya Rasulullah, dünənləri niyyətli olmadığım için bugün oruclu deyiləm. Amma Həzrəti Əbu Bəkir deyir ki, Ya Rasulullah, mən niyyət etmişdim və bu günləri orucluyam. Və Peyğəmbərimiz əleyhissalam yenə soruşur sahabələrindən ki, həl minkumul yevmə əhədun adə məridən. Sizin içinizdə bu günləri xəstə ziyarəti edən olubmu? Həzrəti Ömər buyurur ki, ya Rasulullah, namaza təzə gəlmişik və xəstə ziyarəti etməyə imkan olmayıb. Həzrəti Əbu Bəkir radiyallahu anh cavab verir, ya Rasulullah, mən evdən çıxanda Əbdurrahman İbn Əvfin xəstə olduğunu bildiyimdən onu ziyarət edib məscidə gəlmişəm. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yenə üzünü sahabələrinə tutur, buyurur ki, həl minkum əhədun ət'aməl yevmə miskinən. Sizin içinizdə bu günləri indi bir miskini doyuran varmı? Ömər deyir ki, ya Rasulullah, namazdan qurtarmamışıq ki, bayra çıxar, bir sədəqə verək, bir miskinə yardım edək. Həzrət Əbu Bəkir buyurur ki, mən məscidə gələndə bir dilənçi məscidin yanında gördüm və oğlumun əlindəki çörəyi aldım, uşağının, öz övladının əlindəki çörəyi aldım və o aca verdim. Və bu minvalla Peyğəmbərimiz əleyhissalatü vesselam bir neçə suallar verir. Cənazəyə gedən olub, Həzrət Əbu Bəkir deyir ki, filan kəs vəfat edib, onun gələndə, onun yuyulmasında, kəfənlənməsində kömək elədim, gəldim və s. bunun kimi şeylər soruşur Peyğəmbər əleyhissalam. Həzrəti Əbu Bəkir bunların hamısını sübh namazına qədər, məscidə gəlinə qədər gördüyü, etdiyi məlum olur. Peyğəmbərimiz əleyhissalatu vesselam da bu Həzrəti Əbu Bəkirin salih əməllərinin üzərinə buyurur ki, Əntə fəəbşir bil cənnə. Sən varsanmı ya Əbu Bəkir? Cənnətlə müjdələn. Allah sənə yəni cənnət qismət eləsin, cənnət müjdələsin buyurur. Həzrəti Ömər Əbu Bəkirin onu keçdiyini
görür və deyir ki, ey cənnət, cənnət, səni Əbu Bəkir aldı apardı. Peyğəmbərimiz əleyhissalatu vesselam da Həzrəti Öməri təskin etmək üçün, sakitləşdirmək üçün bir neçə sözlər deyir və Həzrəti Ömər də özü üçün deyir ki, Rəhimallahu Ömərə, Rəhimallahu Ömərə, ləm yurid xayran qattu illə səbəqəhu Əbu Bəkrin iləyh. Allah Ömərə rəhmət eləsin, Allahın Ömərə yazdığı gəlsin, hansı salih əmələ niyyət eləyirsə, baxır görür ki, Əbu Bəkir onu ötüb keçibdir. Peyğəmbərimiz əleyhissalatu vesselam hədisdə deyir ki, buyurur Əbu Bəkirin bu əhvalının üzərinə. Əbu Bəkirin belə etməsi onun imanının kamilliyinin əlamətidir və bu əməllər onu cənnətə aparan əməllərdir. Və Peyğəmbər əleyhissalam nə desə də, Həzrəti Əbu Bəkir mən etmişəm deməsi səbəbilə sahabələr deyirlər ki, Peyğəmbər əleyhissalam elə gülmək tutdu ki, gülməyini güclə, zorla saxladı. Yəni, hansı əməl deyilsə, məlum olur ki, Həzrəti Əbu Bəkir onu edibdir. Əlbəttə ki, o əməl o günə özəl əməl deyildir. Həzrəti Əbu Bəkirin Həzrəti Rasulullah əleyhissalatu vesselama könül verdikdən, iman gətirdikdən, onun sahabəsi olduqdan sonra ömrünün tamamı bu salih əməllərin işləməsi ilə keçibdir. Demək ki, oruç tutmaq, namaz qılmaq, ətrafımızdakı insanlara faydalı olmaq, başda ev əhli, valideynlərimiz olmaqla, qonşularımız və bütün ətrafımız, bir sözlə özümüzlə məşğul olmağımız lazımdır. Elə bir zamanı gəlmiş ki, hamı özgəsi ilə məşğul olur. Hamı özgəsi ilə məşğuldur. Amma Sahabe-i güzünün bizdən fərqi bundan ibarətdir ki, onlar niyə müqəddəs insanlardır? 1400 il bundan qabaq yaşamış insan niyə müqəddəs idi? Çünki onlar özləri ilə məşğul idilər və özlərlə məşğul olması onları ta qiyamət gününə qədər gələcək insanlara örnək bir insan haline gətirmişdir. Demək ki, bu hədisdə qeyd olunan salih əməllərdən birisi də oruç tutmaq idi. Bu Ramazan ayında etməyimiz lazım olan əməllər, dediyimiz kimi təkcə oruç tutmaq, iftar vermək və s. yox, bunlarla yanaşı çox sayda görülməsi lazım olan salih əməllər vardır. Yəni, ancaq Ramazanda mı? Yox. Digər aylarda eləyirik, amma Ramazan səbəbi ilə bu əməllər artırır və artırdığımız əməllər Ramazandan sonra səngim əməldir. Mütəmadi xarakter daşımalıdır və Peyğəmbərimiz əleyhissalam Ramazan ayında bunların tez-tez görülərək xasiyyətimizə, düşüncəmizə, əməllərimizə, cibimizə, ailəmizə, özümüzə, evimizə təsir etməsini tövsiyə edir. Həzrəti Rasulullah sallallahu aleyhi və səlləm bu salih əməllərdən birisini bizə xatırladaraq deyir ki, Mən kənə saimən və adə məridən və şəhidə cənazətənğufrə ləhu illə ən tuhdisə min bə'du. Kim ki, Ramazan ayında oruc olduğu halda bir xəstəni ziyarət edərsə, bir cənazənin axirətə yola salınmasında iştirak edərsə, xəstədir, gedilməlidir, ona ziyarət olunmalıdır, halından ibrət alınmalıdır, nəsihət olunmalıdır, iman, İslam təlqin olunmalıdır, güc çatırsa ona maddi köməkli olunmalıdır və yaxud da ki, Ramazan ayında kim bir axirətə köçmüş insanın cənazəsində iştirak edərsə, iştirak etmək də gedib kənardan baxmaq yox. Onun təcihizü, təkvinində, yolmasında, kəfənlənməsində, axirətə təşhisində, mafiyə girmək dirildi el arasında.
qəbir qazılmasında, namaz qılınmasında, dua olunmasında və bu prosesdə özümüz üçün ibrət alınmasında kim iştirak eləyərsə,ğufirə lehu. Allahu Teala bu adamı xəstə ziyarətinə gedəni və cənazədə iştirak edəni bağışlayar. İlla ancaq ən yuhdisə min ba'du. Bundan sonra günah eləyən başqa. Yəni Allah-u Teala bağışlayar, o adam təmizlənər, amma yenə də bu salih əməllərdən sonra yenidən günah eləməyə başlayarsa o başqa. Demək ki, Həzrəti Peyğəmbərimiz bizi təşviq eləyir. Nəyə? Salih əməllər görməyə Ramazan ayında. Ramazan ayında edilməsi lazım olan bir digər əməl də Allahın vermiş olduğu nemətlərdən. Yemək, ərzaq, paşpaltar, pul, nəyə gücümüz çatırsa, bu nemətləri digər insanlarla bölüşməyə təşviq edir və buyurur ki, qalə Rasulullah sallallahu aleyhi ve sellem, demək, Ənəs ibn Malikə soruşur, Ənəs ibn Malik Peyğəmbərimizdən soruşur ki, ya Rasulullah, əyyü sədaqəti əfdələ, hansı sədəqə verilən yardım daha keçərlidir, daha fəzilətlidir. Qalə Rasulullah sallallahu aleyhi ve sellem, Peyğəmbərimiz əleyhisselam buyurur ki, sədəqətun fi Ramazana, Ramazan ayında verilən sədəqə daha fəzilətlidir, daha keçərlidir. Bəli, Allah-u Teala maddi mənəvi imkanlar nəsib etsin ki, bizlər də əlimizdə olan imkanlardan ətrafımızdakı insanlarla bölüşə bilək. Təkcə maddi yox, eyni zamanda elə işlər var ki, onları görəndə bəlkə maddiyyatdan da daha üstün olur. Çünki bir insanı qarnı tox olsa da, cibi dolu olsa da, amma psixoloji cəhətdən gərgindirsə, əsəbləri həssasdırsa, evində bir problem var, evdən çıxır bayıra, bazarda bir problem var, oradan gedir bir dostunun yanına, onunla başqa bir problem yaşayırsa, yəni bu insan mənəvi cəhətdən çökmüş sayılır. O səbəbdən də Ramazan ayında Allah Teala təşviq eləyir iş adamlarını, evin böyüyünü, o adamlar ki, onun ətrafında insanlar işləyir, o məsəl üçün şirkət rəhbəridir, dükan böyüyüdür, evin rəhbəridir, patrondur, hər nəsə rəisidir, onun əlinin altında insanlar var, ona tabi olan insanlar var. Peyğəmbər əleyhissalatu vesselam məsləhət bilir ki, mən xaffəfə fihi ən məmlukihi, kim ona tabi olan adamların yüklərini bir qədər xəfifləşdirsə, yüngülləşdirsə, zalimlıq eləməsə, nə olar? Qafərəllahu ləhu. Allah-u Teala belə bir adamın günahını əff eləyər və ətəqəhu minən-nar və onu cəhənnəmindən azad edər. Bəzi adamlar olur, onları pul çaşdırır, vəzifə çaşdırır, qəddarlaşırlar. Və nəzərə alınır ki, bu işçi fağır, ağzı orucdur. Oruc deyirlər, məsələn, tam qadındır, uşaqdır, zəifdir, xəstədir. Onu nəzərə almaq lazım. Kim nəzərə alarsa, Allah onun günahlarını əff eləyər. Əgər Ramazandan qabaq bu əməlinə qədər elə əməllər işləyibsə ki, adı cəhənnəmlik siyahıya yazılıb, Allah Teala onu cəhənnəmdən azad edir. Çünki o artıq düşündü, qəlbi yumşaldı. Adam olur, ağzı orucdur, namazla qılandı, amma zalim insandır. Heyvana qarşı, ağaca qarşı, insana qarşı, ətrafına qarşı. Bəli. Allah Teala zalim qövmləri, zalim insanları hidayət eləməz. Amma o adam ki, artıq düşündü, gördü ki, düzətməyib, Allah Teala onun qəlbini yumşaltar
günahlarını da bağışlar və cəhənnəmdən də azad eləyər. Söhbət əsnasında indi eşidirik bəzi xəbərlər ki, bəzi xüsusi yerlərdə o yerlərin rəhbərlikləri oranın işçilərinə imkan yaradırlar. Güzəşt eləyirlər oruç tutduqları üçün. Tutsa da tutmasa da işin sonunda iftar süfrəsi verirlər. O qədər sevinmişəm ki, gör hardan hara gəlmişik. O devirlərdə ki, kim oruç tutsaydı onu cəzalandırırdılar. Yəni Sovet illərini nəzərdə tuturam. Müəllimlər məktəbdə uşaqlara məcburən şirniyyat verirdilər, konfet verirdilər, su içdirirdilər, onun barəsində danos verirdilər. O adamları, tutan adamları cəzalandırırdılar. Amma əlhamdülillah vicdan azadlığı və milli mənəvi dəyərlərimizə qayıdış məni sevindirir. Və sevindirir həm də o şey ki, bir qədər imkanı olan adamlar və laqeyd olurlar dini məsələlərdə ətraflarına qarşı. Amma bu kimi xəbərlər, iftar süfrələri açılır, güzəştlər olunur, məni çox sevindirdi. Buradan o oruç tutanlar üçün Allah oruclarınızı qəbul etsin, tutmayanlar üçün Allah imkan versin, səhət, afiyyət versin tutmağa və o qulaylıqları, rahatlıqları yaradan, iftar süfrələrini verən o imkanlı iş adamlarına da Allah sizdən razı olsun. Allah Teala malınıza, dövlətinizə bol bərəkətlər versin. Siz bunun bəhrəsini Ramazanın içində də, Ramazandan sonra da mütləq görəcəksiniz. Mən bunu sizə bu işlərin içərisində uzun illər təcrübəsi olan adam kimi deyirəm ki, sizi təbrik edirəm və bunun faydasını siz mütləq görəcəksiniz inşallah Teala. Hər hal ki Allah rızası üçün eləyirsiniz. Görülməsi salih əməllərdən sayılan işlərdən birisi də buyurur ki, şübhə yoxdur ki, cənnətdə elə köşklər vardır ki, elə evlər var ki, cənnətdə. İçindən baxdıqda çölü, çölündən baxdıqda içi görsənir. Gözəl, indi də zaten məsələn buna münasib binalar tikilir şüşədən filandan. Allah-u Teala onları, kimləri, bu adamları ki, yumşaq danışarlar, yemək yedirərlər, insanlara ruzu qapılara çalar, yemək verərlər, ard-arda oruç tutarlar və insanlar yatarkən onlar gecə namazlarına durarlar. Allah Teala bu adamları həmin o evlərə qismət edir. Təsəvvür edin ki, bu xasiyyət kimdə varsa ki, xasiyyəti yumşaqdır, insanlarla gözəl danışır, oruclarını ard-arda tutur və gecələr namaz qılmadır. O evlərin küpçüləri o adamlara artıq adına təsdiq olubdur. Çünki çox çətindir. Bu xasiyyətləri özündə cəlb etmək, cəm etmək çətindir. Oruçdur, aqressivləşir. Gündüzlər namazlarını güclə qılıramdır, gecə namazlarına durmur. Problemlər içərisindədir, bir də gəlir orada nəsə bir söz deyir, qanı qaralır, bütün hirsnacını onun üstünə tökür və yaxud da ki, oruç tutmağa tənbəllik eləyir. Amma yox, bir adam ki, Həzrəti Əbu Bəkir xasiyyətindədir, artıq danışanda insanlarla xoş danışır, yumşaq rəftar eləyir, oruclarını tutur, gecələr hətta namaz qılmağa durur. Bu adamlara Allah-u Teala elə köşklər, evlər nəsib eləyər ki, şəffaf, billurdan, içindən çölü, çölündən içərisi görsənən evlər Allah Teala nəsib edər. Bəli, Ramazan ayında salih əməllərdən birisi də insani münasibətlərdir, xüsusən ailənin içində. Görürsünüz ki, kişi gedir çöldə, kimdənsə hirslənir, gəlir acığını evdə çıxır. Əsəbini evdəkilərin üstünə tökür.
və yaxud da kişi zəhmət çəkir, 5 manat ruzu üçün əziyyət çəkir, gəlir evə girən kimi bütün problemlərlə onu həyat yoldaşı, ailəsi yükləyir və bayırda bir hirsacıq çəkmək, evdə də xoş qarşılanmamaq bu ailə münasibətlərini gərginləşdirir. Peyğəmbərimiz əleyhissalatu vesselam da onun dəvəti, təbliğ, xüsusən də 21-ci əsrin ən böyük problemi olan, dünyada təbliğ olunan ailə sistemini dağıtmaq, beyin altına bunun kimi informasiyalar ötürmək ki, ailə olmasın, ata, ana deyən bir şey olmasın, valideyn bir, valideyn iki olsun, dünyaya gələn uşağın cinsi müəyyənləşməsin, özü böyüyəndə qərar verər, istər ki, oğlan olsun, istər ki, qız olsun. Bu ailələrin dağılması, insanların fərdləşməsi və bəzi qüvvələrin yiyəsiz belə adamları, belə yiyəsiz insanlardan təşkil tapan bu topluluqları öz məqsədləri üçün istifadə etmək, məhv etmək asan olduğundan bunun təbliği. Amma Peyğəmbərimiz əleyhissalamın buyurduğu kimi cəmiyyət ailə sistemindən təşkil olur və ailəni qorumağı dinimiz təbliğ edir və o səbəbdən də ailənin dağılmasına səbəb olacaq hər şeyi tənqid edir və səbirli olmağı, dəyanətli olmağı, bir-birinə xoş keçinməyi, güzəşt etməyi məsləhət bilir, əmr edir bəlkə də. Bu mənada Peyğəmbərimiz əleyhissalatu vesselam hədis şərifdə buyurur ki, hər hansı bir qadın Ramazan-ı Şərif ayında həyat yoldaşının könlünü xoş etmək üçün onunla xoş rəftar edərsə, könlünü məsəl üçün xoş edəcək yeməklər hazırlayarsa, problemləri bir qədər yumşaq tərzdə ona bildirərsə, Allah-u Teala mütləq o qadına bu əməlinə görə nə edir? İlla kana laha indallahi thavabu Məryəmə və Asiyə. Məryəm və Asiyəyə verilmiş olan savabdan o qadına da verər. Çox çətin bir şeydir ananın gözünün qabağında evladına evlad çəkdiyi əziyyətləri görmək. Məsələn, Məryəm anamız və ya Məryəm anamızın özü, məsəl üçün, o toplumun içərisində çəkmiş olduğu əziyyətlər, onu əxlaqsızlıqla günahlandırmalar və çaşqın bir vəziyyətdə, köməksiz bir vəziyyətdə xalqın içində qalmaq və o qədər ibadət eləmək ki, mehrabında Allah Teala ona cənnətdən maidələr göndərsin, yəni yeməklər, içməklər göndərsin. Məryəm anamız evliya qadınlardan biridir. Ən böyüdür. Bəzilər sual edirlər ki, qadından pir olurmu, evli olurmu? Budur. Məryəm anamız. Evliyanın böyüklərindən. Çox kişilərin evliyalıqda tərəqqi edib başlarının dəyəcəyi yer Məryəm anamız kimi bir salihə qadının çatmış olduğu yüksək məqam Məryəm anamızın ayağının altına qədərdir. Bir qadının dəyanəti, çalışqanlığı. Digəri də Asiyə. Asiyə Musa aleyhissalamın analığı ki, Firavunun arvadı da deyə bilərik buna və Musa aleyhissalama iman gətirib və iman gətirdiyi məlum olduqdan sonra imanından dönməsi üçün Firavun ona olmazın əziyyətlər edib.
Düşünün ki, bir ağaca bağlayıb, bir sütuna deyək, dirəyə və evin tavanına çıxartaraq dəfələrlə imanından dönməyi ona əmr eləyib, dönmədi, həmin damdan, həmin sütuna bağlı şəkildə dəfələrlə yerə atılıb və hər dəfə atılanda sümükləri xırçım-xırçım sınıb, amma imanını tərk etməyib. Və bir qadın da əgər çox danışmağa və s. bunun kimi şeylər vərdiş birisidirsə, böyle onun da elə biraz çənəsinə yiyə durması, biraz hayasızlığının belə deyək, xodundan alması, elə bəlkə də o qədər savab verilər ona. Çünki vərdiş olub o buna. Və həyat yoldaşla iftarda gözəl yeməklər hazırlaması, xoş danışması, xoş keçinməsi ona Məryəm və Asiyə salamullahi aleyhimanın savabından hissədar olmağı nəsib eləyər. Ramazan ayında bir digər əməl də budur ki, və mən qədə hacətə muslimin fi Ramazana, kim Ramazan ayında bir müsəlmanın hacətini, istəyini yerinə yetirsə. Pul ehtiyacı var, iş ehtiyacı var, fiziki kömək ehtiyacı var.